Epileptik tutma zamanı ilk yardımı necə etməli? Bəzən xəstədə ilk dəfə olaraq epileptik tutma baş verir. Məsəl üçün, ən çox da uşaqlarda, yeniyetmələrdə. Valideyn yaxud yanındakı insanlar özünü itirir, çənəsini tuturlar, sıxırlar, qaşıq salırlar ağzına, dişini zədələyirlər, dodağını zədələyirlər, travma verirlər. Bu halda özünü itirmək olmaz. Yəni ki, təbii ki, görməmiş, ilk dəfə bu halı görən insanlarda təşviş olacaqdır, həyəcan olacaqdır. Amma mütləq soyuqqanlı olmağı bacarmaq lazımdır ki, xəstəyə düzgün yardım göstərə biləsən. Bu zaman onu yan üstü çevirib, başın altına yumuşaq bir şey qoyub, əli altında nə varsa, tutmanın keçməsini gözləmək. Əgər 5 dəqiqə ərzində epileptik tutma keçməyəcəksə, onda təcil yardım çağırmaq lazımdır ki, statusa keçməmiş xəstəxanaya götürsün və ilk yardım olunsun. Xəstənin təhlükəsizliyi təmin edilərsə, ətrafdakı kəsici, deşici alətləri ondan uzaqlaşdırılarsa, başın üstünə çox adam yığılmağa qoyulmazsa, yan üstü çevrilərsə, bu zaman ilk yardımın əsas etapını etmiş olursunuz. Ona görə yan üstü çevirmək lazımdır ki, onun ağzından gələn ifrazat, tüpürcəyi, qusuntusu onu boğmasın.